Saat 21:40'dı və mən ani şəkildə Şəkiyə yollanmaq qərarına gəldim. Sürət Qatarın biznesdir və bunu sizinlə paylaşacağım ki, oradan nələr oldu, nələr bizə təklif edildi və Şəkidə yaşadığım maraqlı günü sizinlə bir vlog halında paylaşacağım. Biznes ona görə seçdim ki, orada 2 nəfər rahatlıqla, yəni qapını bağlayıb səyahət edə bilir. Digərlərində isə 4 nəfərlikdir. Bu mənim üçün uyğun deyildi. Yastıqları, döşəkləri və üzərimizə atdığımızı üzlədikdən sonra qatarın yola çıxmağını gözlədik. Digər biletlərin qiymətlərinə də siz daxil olub saytdan baxa bilərsiniz. Mən biznes üçün 77 manat ödədim və ödəməyə dəyərdi. Yola çıxdığımız zaman bağlamada belə yeməklər gəlir. Onu da qeyd edeyim ki, biznesdə çay və su limitsizdir. Digər sendviç və şirniyyatlar əlavə ödənişdən əldə edə bilirsiniz. Bu çayla içməyə şirniyyat idi, dadlı idi. Bunu çox bəyəndim. Daha sonra konservləşdirilmiş tərəvəzlər idi. Duzsuz idi, amma yaxşı idi. Qara və ağ çörək qoymuşdular. Belə bir salat idi, içində pendir də var idi və olmazsa olmaz biznesin portağal şirəsi də əlavə edilmişdi. Gediş zamanı heç bir problemlə qarşılaşmadım, çox rahat idi. Hətta demək olar bütün yolu yatmışam. Bir dənə qatar stansiyalarda dayananda oyanırdım. Səhər tezdən çatdığımıza görə Bolt işləmirdi, lakin avtovağzalın qarşısında taksilər var idi. 10 manat verərək yuxarı karvansaraya, yəni qalacağım yerə getmiş oldum. Bu mənim Şəkiyə ilk gəlişim deyildi. Ona görə də hara gedəcəyimi yaxşı bilirdim. Məsələn, adam başı 11 manat ödəyərək buradakı bütün yeməklərdən limitsiz şəkildə yararlana bilirsiniz. Partlayana qədər yedikdən sonra başlayıram bir Şəkinin gəzməli, görməli yerlərinə getməyə. Çünki ilk gəlişimdə bunu eləməmişdim. Yuxarı Karvansaraya yaxın çox coffee shoplar var idi. Mən də 2 dənəsinə demək olar getdim. Qiymətlər baha deyildi. Şəhərdəki qiymətlərlə eyni idi. Günorta yeməyi üçün isə elə yenə Karvansaraya yaxın Qaqarin adlanan bir restorana getdim. Qiymət müqayisəsi üçün deyim, digər yerlərdə 15 manata verilən piti burada sadəcə 8 manatadır və mənzərəsi də çox gözəl idi. Məni Şəkiyə gətirən ən böyük səbəblərdən biri də yuxarı Karvansaraydı. Otağa sadəcə 30 manat ödəyərək zaman maşınında səyahət eləmiş kimi hiss edirəm. Hər daşında bir tarix var və mənə burada gecələmək çox xoş təəssürat bağışlayır. Və bu qədər çalışdım. Faydalı olan bütün məlumatları səninlə bölüşüm. Səhifəmdə belə videolar çoxdur. İzləyib dəstək ola bilərsən. Ən əsası bəyənməyi də unutma.